Tohidi güclü öyrənmək lazımdır. Vallahi. Hətta bidət əhli, rafizilər kimi, bax, məsələn, bunu deyənlər kimi. Sənə gözəl etiqadın var da sənin, tohid əhlisən. Şübhə salmasın. Qıraqdan nəsə daxil etməsin sənə. Deyirsən ki, tək Allaha çağırmaq lazımdır, gedir nəsə tapır. Yox, mən sübut edəcəm ki, Allahla yanaşı çağırmaq olar. Gətirdi. Deyirsən ki, qardaşım, köməyə ehtiyacın var, əlini aç Allaha, ya Allah. Deyir, yox, mən sənə göstərəcəm. Ya əli də olar demək. Gedir, şübhə gətirir. Dəlil gətirir, dəlilim var, deyir. Ona görə bu cəmaatın, bu qövmün şübhələrini bilmək lazımdır. Hardan daxil olurlar, necə daxil olurlar. Tevhid dinini düzgün öyrənmək lazımdır. Möhkəm öyrənmək lazımdır. Bərk bu əqidəni qəlbdə əkmək lazımdır. Hətta batil şübhələr daxil olmasın. Allah Məhəmməd ya Əli deyən belə deyirlər də. Bunlar deyirlər, Vəhabilər qoymur bu sözü deməyə. Belə də deyir. Vəhabilər deyirlər ki, Allah Məhəmməd ya Əli demək olmaz. Bu kəlmə yoxdur, Allah Məhəmməd ya Əli. Bunu deyən insanlar hansı mövqedə deyirlər, vəziyyətdə? Kim bilir? Əhsən. Məsələn, yol çıxır, salamat qalması üçün, yolda qəza olmasın. Allah Məhəmməd ya Əli deyib çıxmışam. Yaxud məsələn bir iş görmək istəyir, çətindir, əziyyətlidir, yardım umur, kömək istəyir, Allahın adını çəkib baxın. Hə, Allahın adıyla. İndi burada tək Allahın adı deyil də, burada yanında ikisi də var. Muhammed və Əli. Düzdür? Allah Məhəmməd ya Əli. Deməli bu kömək umur, yardım istəyir, işlərinin asanlaşmasını, bərəkətin, xeyrin gəlməsini, bunların hamısını eləyən kimdir? Allah Subhanahu və Teala. Düzdür? Burada şək yoxdur da zərrə qədər. İndi biz deyəndə ki, qardaşım, o hansı işə baş vurmursan, getmirsən, bunların hamısı bərəkətdir, Allahdandır. Xeyirdir, ondan gəlir. Yardım istəyirsən, o verir. Köməyə ehtiyacın var, çətinlik o verir. Hər şey onun əlindədir də. Əl-umuru biyədillah. Bütün işlər Allahın əlindədir. Mülk onundur. Nə istəyirsən ondadır. İndi biz deyirik ki, darda olanın köməyinə çatan kimdir ki? Allah Subhanahu və Teala Quranda nə deyir? Kim darda olanın o əlini üzüb hər şeydən, onun köməyinə kim çata bilər? Allah Subhanahu və Teala. Ondan çətinliyi, pisliyi kim aradan qaldıra bilər? Tək Allah Təbaraka və Teala. İndi biz də deyirik ki, qardaşım, iş belədirsə, sən tək Allah denən Allah. Yanında məxluq lazım deyil. Muhammed sallallahu aleyhi və səlləm məxluqdur, dünyasını dəyişib. Əli, İmam Əli radiyallahu anhu məxluqdur, dünyasını dəyişib. Aydındır? Və bu işləri də görən Allahdır. Tək Allah bəs edir sənə. Bunu deyəndə deyirsən Vahabidir. Özlərindən şey çıxardıblar. Düzdür? İndi burada şübhə nədir? Şübhə. Deyir ki, necə deyir Emil? Deyir ki, o digər ayədə gəlir ki, Allahla yanaşı, yəni Allah bilir. Bax qardaşım, nə deyir? Deyir, Allah deyir ki, Allah heç kəsi çağırma, yalnız onu çağır. Və la təd'u ma'allahi və ennəl məsəcidə lillahi fələ təd'u ma'allahi əhədə. Allahla yanaşı əhəd, heç kimi çağırma. Digər ayədə deyir ki, Allahla yanaşı ilah çağırma. Deyir ki,
Vahabilər bu ayəni görməyiblər. Bu ayə bu ayəni açıqlayır. Bu ayə bu ayəyə izah gətirir. Quranı necə başa düşməlisən? Hamısını bir yerdə düzdür? Cəm etmək lazımdır. Burada heç kimi çağırmayın. Burada deyir Allahla yanaşı ilah çağırmayın. İndi gör nə deyir? Bu şirk əhli, bu şirk edənlər, çağıranlar yəni. Deyir, mən deyir, İmam Əlini köməyə çağırıram. Onu Allah bilmirəm ki, deyir. Nə problem var ki? Allah deyir ki, ilah bilib çağırmayın. Allah dostunu deyir, ona görə çağırır. Hə, Allah bilmirəm ki, deyir. Nə problemdir ki, deyir. Şübhə hardan daxil oldu, bildiniz? Allah bilir. Allah bilmirəm. Bəs Allah Quranda deyir axı. Quranda deyir ki, Allahla yanaşı ikinci ilah. Götürməyin. Sən mənə hansı üzlə gəlib deyirsən ki, çağırmaq olmaz. Məgər mən Allah bilib çağırıram onu. Mən Allah bilib çağırmıram onu. Özünü sudan təmiz çıxartmaq istəyir, yoxsa yox? Dəlil gətirir də, saxta. Dəlil gətirir, saxta dəlil. Elə bil ki, uşaq başı alladır. Başa düşməyib. Bu qövm budur yəni. Vallahi öz şirklərinə don geyindirmək üçün dəlillər axtarırlar. Bu qövm budur yəni. Biri də budur. Allah bilmirəm deyir. Ona görə mənə problem yoxdur deyir. Haçan Allah bilib çağıraram, onda müşrik olaram. Şərik qoşaram Allaha. Allah bilib çağırdım axı. Başa düşdünüz? Başa düşmədiniz. Deyir, insan o vaxt müşrik olur ki, başqasını çağıranda, başqasını Allah bilib çağırsın, onda Allaha ortaq onda tutur Allahı deyir. Şərik onda tutur Allahı deyir. Allah bilib çağırmırsan ki, Allah bilib eləmirsən ki, bu Allaha şərik qoşmaq deyil deyir. Təmizə çıxartdı yoxsa yox? Orada niyyəti var əfəndim. Qismət çıxartdı. Nə niyyət? Orada onun başqa niyyəti var. Kömək kimi yox, kömək kimi çağırır, nə bilim. Uluhiyyət bilmirəm, ilah kəlməsi. Qardaşım, bu kömək çağırır, qurban kəsir ona, nəzir deyir. Deyir, mən Allah saymıram bunu. Niyə mən müşrik deyirsən? Allah Quranda deyir ki, Allahla yanaşı ilah çağırmayın. Mən ilah bilmirəm bunu. Ha, görürsən necə çıxır? Qövm, kim deyər? Qövm, harda büdürüyüb? Tövhiddə, başlanğıcda. Yox, tohid aydındır. Bayaq qardaş dedi. Allah sözünü, ilah başa düşməyiblər. Miskin tayfa yəni, başa düşməyiblər. Belə deyim, bax qardaşım, hətta başa düşəsən. Bir insandır. Bir heykəl düzəldi, buzla, büt, böyük. Gəldi, dayandı qabağında. Ruku, əyildi. Getdi səcdəyə, düz qabağında, bütün. Getdi qabağında səcdəyə. Qalxdı, əlini astı, yalvardı elədi. Bir də getdi səcdəyə. Qalıb oradadır. Qaldıranda gördü ki, bu cəmaat mənə baxır. Deyir ki, ey cəmaat, siz elə başa düşməyin, mən bunu Allah görmürəm. Mən bunu Allah bilmirəm, birdən elə bilərsiniz ki, Allah bilib eləyirəm. Hə, nə deyirsiniz mənə? Təmizə çıxarda bilir özünü. Müşrikdir. Bu Allah bilmirəm sözünlə təmizə çıxarda bilər özünü. Yox qardaşım. İbadəti sərf eləyir buna. Sonra deyir ki, Allah bilmirəm. Nə dəyişdi ki? Başa düşdünüz nə demək istəyirəm? Bu miskin tayfa harda gör insanları necə alladır yəni. Nəyi başa düşməyib? Nəyi başa düşməyib? Burada olan rafizələrdən var Əfəzan. Fikir ver əxi, indi izah edin, fikir ver, yadda saxla. Nəyi başa düşməyib? Məkkə müşrikləri bütlərə ibadət edirdi yoxsa yox? Edirdi Lat, Uzza, Mənat. Salihlər idi də, ölüb getmişdilər, salihlər idi, heykəllərini düzəltmişdilər, ibadət edirdilər. Məkkə müşrikləri onları Allah bilib ibadət edirdi? Yox, vallahi, bəs nəyə görə Allah onları müşrik adlandırdı, niyə? Bəzi ibadətləri ona... İndi fikir ver. Allah, Muhammed sallallahu aleyhi və səlləm zamanında olan insanlar var idi ki, müşriklər. Onlar Allah bilib etməyiblər onu.
Bu halda müşrik adlandırıb sən niyə şirk əhli olmayasan ki? Sən niyə müşrik olmayasan ki? Axı Allah onları baxmayaraq ki Allah bilib eləmirdilər. Müşrik adlandırdı. Müşrik idilər, müsəlman olmamışdılar. Sən niyə olmayasan ki? Başa düşdün nə demək istəyirəm? Biri soruşur bilər ki, Rüşad qardaş, özündən çıxardırsan, necə sübut edə bilərsən ki, mənə onlar Allah bilmirdilər? Biz deyirik ki, qardaşım, biz deyirik ki, ayə var. Onlardan soru, وَلَاِنْ سَأَلْتَهُمْ Onlardan soruşsan ki, bax qardaşım, səni kim yaradıb? Kim öldürür? Kim dirildir? Yağışı kim yağdırır? Nə bilim, ölüdən diri, diridən ölü. Ümumiyyətlə, وَمَنْ يُدَبِّرُ الْأَمْرِ Bu kainatı kim idarə edir? Deyəcəklər, Allah. Ha, bilir də Allahdır. Müşrikdir amma. Niyə? O da Allah bilmir onu. Niyə o müşrik oldu? Məgər Allah bilib edəndən sonra adam müşrik olur? Burada ikinci bir şey var. Sən Allah bilir deyəndə var, Allah bilib eləmirəm ki. O Allah bilir deyəndə Allah sözünü bilirsiniz necə başa düşür? Sizcə? Yaradan. Rəbli, rububiyyə. Deyir ki, həşə, estəğfurullah, mən demirəm ki, bu yaradanı öldürən budur. Yağış yağdıran budur. Doğrudan da o bilmir onu, düzdür. Doğrudan da o İmam Əlini yaradan görmür. O ruzi verən, öldürən, dirildən görmür. İşləri idarə edən görmür. Bu rububiyyəyə aid olan şeylər var. O doğrudan da o deyir Allahdır. Təmizə çıxardır. Demək istəyir ki, mən bunları İmam Əliyə vermirəm ki, mən niyə müşrik olmalıyam ki? Qardaşım, sən rububiyyədə düşməmişsən, üluhiyyədə şirkə düşmüsən sən. Ona görə bu qövmdə problem hardadır? İləh sözünü, İləh sözünü Rabb kimi başa düşüblər. Rəbb görmürəm ki, deyir. Haçan desəm ki, İmam Əli Allahdır, onda çıxaram. Ha, bu deməyəcək onu. Məgər tək onda çıxır adam İslamdan? Onda müşrik olur. Ha, bunu heç müşriklər də demirdilər də. Deyirlər, tək Allahdır. Amma müşrik idilər. Başa düşdün, haradan yaxınlaşırlar? Xülasə, nəyi bilmirlər? İlah sözü ibadət olunandır. Bunlar ilah sözünü Xaliq, yaradan, Rəbb, idarə edən kimi başa düşüblər deyə, o onu da görmür axı elə. Görmədiyi üçün deyir, mənə niyə deyirsən, deyir. Mən əl demək olmaz, mən deyir, Allah eləməsin, mən İmam Əlini Allah sayım. Allah sayım, nə sayım? Yaradan sayım. Məxluqdaq İmam Əli. Və nə eləyirsən, bax, xülasə necədir? Qardaşım, get övliyalara, imamlara, nə istəyirsən elə, qurban kəs, nəzir kəs, dua elə, nə istəyirsən, Allah saymırsan ki, deyir. Qardaş, Məkkə müşrikləri kimi də, eyni şeydir də, qardaşım. Bir adı ayı vardı, orada Allah'a qoy başqalarını özlərində dost tutanlar, onlar bizi Allah'a daha da yaxınlaşdırsınlar. Əhsən, fikir ver, Əhsən Zumar surəsində. Məkkə müşriklər halı necə idi? Eyni bunu deyən insanların halı kimi idi. Güya onlar Allah bilirdi, fikir verir. Mə nə'buduhum illə fikir verir, illə liyuqarribuna ilallahi zulfə. Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə. Allah bilmir, o Allah bilir. Allahı sayır. Tək Allahı. O birisini Allah bilmir. Amma müşrikdir. Allah da onları müşrik adlandırıb. Şəfaətçi götürdükləri üçün. Vasitəçi arada onları. Hamısını, ibadətin növünü hamısını sərf edib ona. Axırda gəlir deyir ki, mən Allah görmürəm onu deyir. Allah bilib eləsəm onda oluram. Variantları çoxdur. Hə, variantdır da qardaşım. Bizdə qaz yoxdur, bizdə qaz. Dəhşət. Bayaq deyim, heykələ səcdə eləyir. Durub deyir, birdən mənə deyir, müşrik deyərsiniz, amma mən bunu Allah görmürəm. Məgər kimi Allah görür ki? Ən pisi Məkkə müşrikləri olub. Heç onlar Allah görməyiblər. Başa düşdünüz axı? Yəni sənin gördüyün Allahı, yəni hansı ki Allah sözünü başa düşürsən, sən yaradan kimi, Rəbb kimi, idarə edən kimi, onlar da heç başa düşməyiblər bunu. Onlar niyə müşrik oldular? Bu şübhə də gətirir sənə. Şübhə də gətirir sənə. Ona görə diqqətli olmaq lazımdır. Belə şeyləri öyrənmək lazımdır ki, o qövm sənə atmasın o şübhəni. Ona görə xülasə bu oldu ki, tək Allahı çağırmaq lazımdır. Tək Allahı çağırmaq lazım. Allah Quranda özü deyir. Allahla yanaşı çağırmayın. Bu ayəni saxlayırıq və salam.
O birisi ayəndə deyir ki, düz başa düşməmisən sən. Problem bundadır. Bunlara deyəndə ki, la ilahə illallah mənası nədir? Deyir, Allahdan başqa Allah yoxdur. Fikir ver. Vallahi rafizlər bu cür deyir axı. Get tut bir dənə rafizini sinəsindən, köynəyindən. Denə, la ilahə illallah nə deməkdir? Deyəcək, Allahdan başqa Allah yoxdur. Biz də bilirəm. Tövhidi bilməməkdən. Deyirsən ki, Allahdan başqa Allah yoxdur. Yaxud deyəcək ki, Allahdan başqa yaradan yoxdur. Öldürən yoxdur. Allahdan başqa yağış yağdıran yoxdur. Rububiyyə mənasında olan mənalar var. Onlar deyəcək ancaq. Çünki bunu bilir. Deməli, rafizilərə görə insan müşrik haçan olur? Hə. Allahla bizi Allah tutanda. Allahla biz Yəni o dua etdiyin Allah sayılır. Yaradan bilir. Əhsən. Nə vaxt ki, başqası var, onu Allah gördü. Allah görəndə, onlara görə də Allah nədir? Yaradan. Əslində bəs Allah sözü hansı sözdən alınıb? Allah isimdir, sifət deyil. Allah, ümumiyyətlə bu isim, Əl-ilah deyilən Allah, hansısa sözdən alınıb yoxsa yox? səsi yoxdur. Heç bir oxşarı bənzəkəri yox. Yox, onu soruşmuram. Nədən alınıb? İlah sözü, əl-ilah. İlah sözündən alınıb. Allah, ilah sözündən alınıb. Ərəb dilində də ilah, məbud mənasındadır, ibadət olunan. Allah deməli ibadət olunan. Sən nə deyirsən bəs? Sən deyirsən ki, Rəbb. İlah, Rəbb, qarışdırıblar qardaşım. Rəbb, Xaliq, ilah. Başqa-başqa şeylərdir. Maddə başqadır. Rəbb sözünün maddəsi başqadır. Rəbb nədir? Tərbiyə verən. Rəbb, elhamdülillahi Rabbil alemin. Nə dedin? Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Aləmlərin Rəbbinə, nəyinə? Aləmləri idarə edənə? Yaradan. Hə, Rəbb idarə edəndir, yaradandır, bir də mülk sahibi, məlik, Rəbb. Rəbbdə bu üç mənadır. İndi sən deyəndə, indi fikir ver. Sən deyəndə ki, mən onu Allah saymıram ki, deməli o demək istəyir ki, mən onu yaradan saymıram, mən onu idarə edən saymıram, mən onu mülk sahibi saymıram. Mən niyə müşrik oluram ki? Biz deyirik ki, ilah sözü bu deyil yəni. İlah, ələhə, yələhu, uluhiyyə, məbud sözündəndir. Əbədə, yəbudu. İbadət olunan deməkdir. İbadət olunan hara? Rəbb sözündə olan mənalar hara? Maddələri səhv salıblar yəni. Problem, kök buradan gəlib yəni. Başa düşdünüz nə demək istəyirəm? Budur. Qardaşım, başa düşürsünüz? Bu çox önəmlidir. Nə ilə neysə qarışdırıblar? Rəbb, ilah. İlah, məbud, ibadət olunan. Rəbb, yaradan, idarə edən. Eynidir bunlar? Eynidir qardaşım. Məna başqa mənadır yəni. Başqa mənadır. Əşarilər də bu cürdür. Mətrudilər də bu cürdür. Sufilər də bu cürdür. Rafizi də onları tayı yəni. Eyni minvaldır. Əhl-i sünnədən başqa, sələf-i salihin yolunda olanlardan başqa hamısı La ilahə illallah sözünü belə təfsir ediblər. La xaliqa illallah. Allahdan başqa xaliq yoxdur. Hamısı qardaşım. Bir nəfər dil, ərəb dilində dəlil gətirə bilməz ki, ilah sözü onlar dediyi mənanı versin. Bütün dil alimləri hamısı ittifak ediblər ki, ələhə, ilah sözü məbud deməkdir, ibadət olunan. Vəssalam. Sən başa düşdüklərinə görə bu yola gedir. Sufilərdə o şeylər var ki, Sufi də eynidir qardaşım. Sufi gedir, qəbirdə yatır. Bütün ibadəti sərf eləyir olar. Duranda deyir ki, mən Allah saymıram ki. Sən mən müşrik deyə bilmərsən deyir. Başa düşmür. Subhanallah.